Bizə çatdırır ki, bu günlərim Ağdam Tuzanlı şəhidlər xiyabanındayım. Şəhidimiz Mahmudov Elçin Cəvaloğlu'nun bu günlərim məğlub. Allah qəhrəman şəhidimizə rəhmət eləsin. Lil-mu'mine vel-mu'minat vel-muslimine vel-muslimat Cəvətən şəhidlərimizə var. Şahid bi haqqı Muhammedin aleyhi və hürməti surəti Fatiha. Allahümme sallallahu. Allah rəhmət eləsin. Salam, əziz analar, əziz atalar, əziz tədbir iştirakçıları. Tədbirimizə başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən igid, qəhrəman, şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutuna yad edilir. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, bugün 6 il keçməsinə baxmayaraq bizim heç vaxtı yadımızdan çıxmayan igid qəhrəmanımız Mahmudov Elçinin cənnətdəki mövlud gününə yürüşmüş. Allah yoldaşına, bacısına səbir versin. Övladları onun böyüdükcə atasının həm igidliyin, qəhrəmanlığını eşidəcək və onun adı ilə həmişə də fəxr edəcək. Onu da qeyd edeyim ki, bu günlərim Mahmudov Elçinin ailəsi artıq Kəngərlidə məskunlaşır. Onların haqqıdır. Nəinki onların, bütün şəhid ailələrinin Qarabağda gözəl, firavan həyat sürməsi onların haqqıdır. Çünki onların övladları, onların yoldaşları, onların qardaşları bizim baş ucalığımızı, bizim qeyrətimizi, şərəfimizi, namusumuzu özümüzə qaytardı. Həmişə deyirəm, bizim heç bir yerdə danışmağa ixtiyarımız yox idi. Yəni danışa bilmirdik. Hansı bir dövlətdə, hansı bir ölkədə danışırdıqsa, o saat bizim ağzımızın üstdən vururdular ki, qalmısınız 4 dənə erməninin əlində. Amma bu oğlanlar, hansı ki, torpaqlarımızı 4 il, 5 il, 6 il ərzində işğal elədilər. İşğal altında qaldı. Amma bu oğlanlar 44 günə o məsələni həll elədilər. Axır nöqtəni antiterror əməliyyatında 23 saat 43 saniyə o məsələni həll elədilər. Artıq hansı ki 1905-ci ildə ermənilərə verilən bizim dədə-baba torpaqlarımız hamısı özümüzə qayıt. Hamısı Xankəndi, Xocavənd, o cümlədən Ağdərə, Əskəran, hamısı artıq Qarabağda erməni deyilən bir diş qurtalamağa bir şey yox. Mən ona görə həm şəhidlərimizə, həm ordumuza, həm də Ali Başkomandanımıza, bütün Azərbaycan xalqı hər biri onlara borçludur. Mənəvi borçludur. Və bu günlərim bizim tədbirimizdə şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim başda olmaqla bizim Quzanlı bir qəsəbə icra nümayəndəsi, o cümlədən Quzanlı bir qəsəbə tam orta məktəbinin müəllimləri burada iştirak edirlər və həmişə onun qürurla adını çəkdiyimiz Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim bizim tədbirimizdə iştirak edir. Şəhid ataları, şəhid anaları və Elçinin döyüşçü dostu bizim qazimiz Nadir qardaşımız iştirak edir. Və mən bir daha deyirəm, bizim bu igid, qəhrəman oğullarımız heç vaxtı bizim yadımızdan çıxmayacaq. Və bunlar elə bir tarix yazıblar ki, o tarix heç vaxtı silinməyəcək. Nə qədər ki Azərbaycan xalqı var, şəhidlərimiz də yaşayacaq.
mən həmişə deyirəm ki, şəhidlərimizin istər atası, istər anası, bacı, qardaşı, həyat yoldaşı, övladları hansısa bir iş görəndə fikirləşməlidirlər. Mən kiməm? Mən şəhidin oğluyam. Mən şəhidin qızıyam. Mən şəhidin yoldaşıyam. Mən şəhidin atası, anasıyam. Mən şəhidin bacısı, qardaşıyam. Bax, onu həmişə yadınızda saxlayın. Onu həmişə onu yadınızdan heç vaxt çıxartmayın. Mən şəhidimizin döyüş yolundan danışmaq üçün sözü Samir müəllimə verirəm. Mən də salamlayıram bütün şəhid analarımızı, şəhid atalarının, tədbir iştirakçılarını. Bugün bizi ətrafından toplayan, bugün bizi görüşdürən igid qəhrəman məhz 1998-ci ilin bu günü dünyaya göz açmışdır. Və orta məktəbi Uzanlı qəsəbə tam orta məktəbində bitirəndən sonra hərbi xidmətini başa vurub yenidən ordu sıralarında xidmət etməyə başlamışdır. 2020-ci ildə 44 günlük vətən müharibəsi başlayanda isə Füzuli istiqamətində ağır döyüşlərdə iştirak etmiş, oktyabr ayının birində qəhrəmancasına şəhid olmuşdur. Onun özündən sonra bizlərə 2 oğul övladı yadigar qalmışdır. Və Cənab Prezidentin sərəncamı ilə vətən uğrunda döyüşdə fərqlənməyə görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Baxmaz müəllim vurğuladı, bugün artıq onun belə deyək, ata-babasının kəndi olan Ağdam rayon Kəngərli kəndi artıq işğaldan azad olunur. Bu günlərim onun övladları, ailəsi, yaxınları həmin kənddə yaşayır. Bugün Ağdam rayonun Kəngərli kəndində demək olar ki, bütün Kəngərli cəmaatı öz ata-baba yurtlarına qayıdır. Ona görə ki, bugün həmin qəhrəmanlarımızın hər birinin ruhları şaddır. Onlar məhz həmin bu torpaq uğrunda, bu bayraq uğrunda ona görə şəhid olmuşlar ki, həmin torpaqlarda yenidən çiçəklənmə olsun, yenidən yaşayış olsun, yeni nəfəs olsun. Bəli, bir daha Baxmaz müəllim də vurğuladı, onların hər birinin şəhid anasının, şəhid bacısının, şəhid yoldaşı, övladları, hər biri bizə əmanətdir. Mən hər birinizə Allahdan səbr diləyirəm və mən arzu edirəm ki, onun övladları gözəl günlər görməyi nəsib eləsin. Onun övladlarının gözəl günlərini Ağdamın Kəngərli kəndində bizim şəhid ailələri ilə, o ailənin yaxınları ilə gözəl günlər görməyi nəsib eləsin. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Tədbirdə iştirak etdiyinizə görə. Bir daha Allah hər birinizə səbr versin. Çox sağ olun. Şəhidlik elə bir məqamdır ki, ora hər adam ucala bilir. Və yaxud şəhid yoldaşı olmaq, şəhid atası, şəhid anası, şəhid bacısı, şəhid övladı olmaq da hər adama nəsib olur. Elə insanlar olur ki, gedir əsirliyə düşür, döyüş vaxtı əsirliyə düşür, oradan salamat gəlir. Ona şəhidlik qismət olmur. Gəlir burada avtoqəzada rəhmətə gedir və yaxud hansısa bir xəstəlikdən vəfat eləyir, rəhmətə gedir. Şəhidlik elə belə zirvə deyil. Mən bir daha deyirəm, Allah məqamınıza eləsin. Bu günlərim qardaşları ilə birlikdə cənnətdə onun mövlud günü qeyd olunur. Mövludun mübarək qardaşım. Və indi Amil qardaşımız buyursun şəhidlərimizin adına, ruhuna bir Quran oxusun və onu da qeyd edeyim ki, ondan sonra bizim şəhidlər evli mərasim evində çay eysan süfrəsi tək Elsinin adına yox, bütün şəhidlərimizin adınadır. Allahumma salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. فَلَبْلَهَ مَنْ زَكَّاهَا وَقَدْ خَابَ مَنْ دَسَّاهَا عَذَّبًا ثَمُودُ بِدَبْرِهَا إِذِ انبَعَثَ أَشْقَاهَا فَقَالَ لَهُمْ
رسول الله ناقة الله وسقياها فكذبوه فقالوا فدمدم عليهم ربهم بذنبهم فسواها فلا يهاهم ونحن على ذلك من أشهد وشاكرين والحمد لله رب العالمين. قال تبارك وتعالى في كتاب الكريم إن لله وإنا إليه راجعون. إن الله ملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على واشمعنا بآية القرآن وسلم أحيانا بحرمات القرآن. اللهم اجعل القرآن لنا في الدنيا راحة للمؤمن والمؤمنة والمسلمين. Mahmud Öğretmen Camiroğlu. Onun salonunda buradayım. Devlet eşyattan bir hırasılıklar. Hakkı Muhammed'in aleyhi ve hürmetini suretiyle. Fatiha.